Azərbaycan ordusunun və Daxili İşlər Nazirliyinin daxili qoşunlarının, o cümlədən Sərhəd Xidmətinin dünən baş tutan birgə taktiki təlimi sözün əsl mənasında səs-küy yaradıb. Ordunun döyüş hazırlığının yüksək səviyyədə olmasını dövlət başçısı Ali Baş Komandan İlham Əliyev özü dedi. Ordu isə bunu göstərdi. Amma xəbərçi olaraq dövlət başçısının dünən hərbçilərimiz qarşısındakı çıxışına qayıtmaq istəyirik. İlham Əliyev bu çıxışında çox vacib məqamlara toxunub. İlkin Kərimovun reportajı. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin daxili qoşunları və Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələrinin birgə təlimi Azərbaycan ordusunun qüdrətini göstərdi. Hərbi texnika, şəxsi heyətin döyüş hazırlığı ilə hücum taktikası, düşmənin mövqələrini zərərsizləşdirmək tapşırığı yüksək məharətlə yerinə yetirildi. Təlimlərdə ümumilikdə 4000 nəfərədək şəxsi heyət, 80 tank, 100-ədək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-ədək helikopter cəlb edilmişdi. Artilleriya və aviasiya zərbələri, müxtəlif silahların real atışı qarşıya qoyulmuş məqsədə nail olunaraq bütün hədəflər vuruldu. Müharibə şəraitində yaşayan ölkəmizin ordusunun potensialının gündən-günə möhkəmləndiyini, gücləndiyini qeyd edən Prezident İlham Əliyev ordu quruculuğunun dövlət siyasəti prioriteti olduğunu diqqətə çatdırdı. Ali Baş Komandan hərbçilər qarşısında deyib ki, uzun illərdir münaqişə öz həllini tapmır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha böyük diqqət göstərir və danışıqlar nəticə verməzsə, bizim başqa yolumuz qalmayacaq, deyə Prezident İlham Əliyev qeyd edib. Azərbaycan bayrağı bütün işğal edilmiş şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu bizim əsas vəzifəmizdir. Bu vəzifəyə biz çatacağıq. Və hər gün, hər an biz bu hədəfə yaxınlaşırıq və bugünkü təlimlər bir də onu göstərir ki, bir addımda biz bu hədəfə yaxınlaşmışıq. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəlliyi Azərbaycan torpağıdır. Bu həmişə belə olub, bugün də belədir və sabah da belə olacaq. Beynəlxalq aləm Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma Dağlıq Qarabağ Respublikasını tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik, deyə Prezident qeyd edilib.